İslam arxeologiyası deyəndə bəzi şəxslər buna şübhə ilə yanaşır ki, belə bir arxeologiya var. Niyə İslam arxeologiyası, niyə Orta əsr arxeologiyası deyil bu? Çünki bir şeyi başa düşmək lazımdır. Azərbaycan İslam dünyasının bir parçası olub və İslam sivilizasiyasının formalaşmasında, inkişafında böyük töhfələr verildi. Və İslam arxeologiyasına niyə biz haqq qazandırırıq? Yəni, biz bilirik ki, ayrı-ayrı regionların arxeologiyası var. Antik arxeologiya var, umumi bir Yunan, Roma mədəniyyətini, sivilizasiyasını özündə ehtiva edir. İslam arxeologiyası da eləcə İslam coğrafiyasında yaranmış bir mədəniyyəti, umumi mədəniyyəti özündə ehtiva edir. Başlayır İspaniyadan Çinə qədər, Nil çayından Volqa boyuna qədər. Yəni, bax, bu geniş bir ərazidə dini inanclar, hüquqi normalar, mənəvi, əxlaqi normalar və digər aspektlər bütövlükdə umumi bir mədəniyyətin yaranmasına gətirib çıxartdı. Bunu arxeologlar çox gözəl bilir. Məsələn, umumi İslam arxeologiyasında biz görürük ki, istər memarlıqda, istər keramikasında, istər bədii metalında, ümumiyyətlə incəsənətdə oxşarlıq, vahid bunun İslam incəsənəti var. Amma oyunla belə, istər Mərkəzi Asiya olsun, istər İspaniya, müsəlman İspaniyası olsun, istər İran olsun, istər Volqa boyu olsun, eləcə də Azərbaycan özünə məxsus mədəniyyəti var. Yəni, umum İslam mədəniyyətində məhəlli mədəniyyətlər bir tərəfdən də o gələnəklərdən bəhrələnir. Yəni, yerli adət ənənələr İslam mədəniyyətində davam edir. İslam pərdəsi altında.